Kimsə də baxsa deyirlər ki, bu nə danışır? Başlamayıb deyir, bir dəqiqə bunun ayarını düzəldim, nə bilim, neyniyim? Yazıram bura if yaş böyükdür bərabərdir 18 bit yazsın bura yetkinsiz öz print yetkin bunu biraz kısa yazın yetkin değilsiniz yaxşı bunu bilirəm ki bilirsiniz sadəcə başlamaq adına hani, deyək ki dərsi bir başqa adam da izləyə bilər. Buradan başlayır izləməyə. Əvvəlkiləri izləməmiş olar. Başa düşsün deyə. Ben unuttum. Bir de çalıştıraq. Bir də harda nə unuttum. Şərt qoymadıq müəllim. Yaşı yazmamısın. Baş. Yaş bərabərdir int. Input dedik. Yaxşı. Altta yaş yazmısınız. Hə? Yaş deyə. Məsələn, burada 12 daxil eləsəm, mənə yazır nə? Yetkin deyilsiniz. Daxil eləsəm 21, yazır yetkinsiniz. Bunu elə bilirəm, başa düşürük də. Düzdürmü? Yəni, Bəli. şərt doğrudursa, gəlir bu əmri yerinə yetirir. Əks halda isə bu əmri yerinə yetirmiş olur. İndi bunu bir balaca dəyişək, olduğu kimi dursun, görsənsin. Deyirəm ki, məsəl üçün, bal bərabərdir. Integer input bunun içində söz yazmağı da göstərir ki, daha yazın, qiymətinizi yazın deyək. Deyirəm ki, if al böyükdür 90'ı da götürək. Bərabərsə 90. Böyükdür bərabərsə 90. Print məhz bura əla. Sonra deyirəm ki, elif əvvəl bura if yazmayım. If bal böyükdür bərabərdirsə 70 int yaxşı. Bir də deyirəm ki, else print kafi. Elə bu kodu yazdım. İndi mən burada dəyər olaraq bunu çalışdırsam, deyək ki, qiymətinizi yazın, çıxır burada. Qiymətinizi yazın, mən buraya yazıram. Məsələn, 45.
Təbii ki, bunu çalışdıranda biz o qədər də yəni zaman gözləmirik. Bu kafini burada çap eləyir. İndi bu sürətli gedir. Yəni bunun sürətli olmasının səbəbi sadəcə Python-dan əlaqəli deyil. Biz bilirik ki, kompüterlə də bağlıdır. Bunu daha dəqiq öyrənəcəyik dərslərdə inşallah başlayanda kursa. Orada CPU-nun hesab məntiq əməllərindən danışanda bir tak tezliyində gördüyü işin miqdarı, yəni bir saniyədə deyək də belə, gördüyü işin miqdarını ifadə eləyəndə siz görəcəksiniz ki, yəni sürətli olmağın səbəbi nədir? Amma əslində mən burada ki iki dənə if yazmışam, baxın. Demək burada mən qiyməti burada daxil eləyəndə, bu gəlir, bir dəqiqə qələm də götürüm. Mən neyini baxın. Burada mən qiyməti daxil elədim bu 5-i. 5 daxil eləmədik, bağışlayın, 45 daxil elədik. 45 daxil eləyəndə uşaqlar, bu gəlir birinci növbədə burada yoxlayır. Bu şərt doğrudurmu? Yox. Sonra düşür bu şərti yoxlayır. Doğrudurmu? Yox. Sonra gəlir bu şərti yoxlayır. Burada daha doğrusu şərt yoxdur. Da bu iki şərti yoxlayıb əks haldıya gəlir və kafi deyə ekrana çıxarır. İndi mən burada qiymət olaraq tutaq ki, yuxarı qiymət yazmışam. Məsəl üçün yazmışam 95. Vurdum. 95. Enter dedim. Baxın. Mənə 2 dənə şərt çıxdı. Mən aşağı nəticə deyəndə, yəni əslində gələr bunu sizdən soruşub sonra vurardım çapın. Daha maraqlı olardı. Aşağı nəticə deyəndə, yəni bura 45 deyəndə bu şərtlərin heç biri doğru deyildi deyə bunları mənə çap eləmədi. O mənada gəldi sonuncuya. İndi mən bura 95 deyəndə, baxın 95 deyəndə. Gəldi bu birinci şərti yoxladı. 90-dan böyükdürmü? Böyükdür. Bunu çap elədi. Biz if-lə bağlı belə bir şey demişdik. Demişdik ki, əgər if-lər eyni hizadadırsa və yaxud da eyni statusa malikdirsə, birincini yoxlayıb bitirəndən sonra məcbur ikincini də yoxlayacaq. Bir dənə if olsa, onu da yoxlayacaq. Ona görə də mənə həm əla cavabını çap elədi, həm də yaxşı cavabını çap elədi. Çünki bu iki şərtin hər ikisini ödəyir bu 95. Ancaq mənim işimə görə mənə lazım idi ki, mən 95 deyəndə sadəcə buranı çap eləsin. Yəni, məntiqi olaraq mən bunu istəyirdim. Amma 2 dənə if yazdığıma eyni hizada, eyni rütbədə, eyni dərəcədə, ona görə ikisini də yoxladım. Bax, məhz bunun qabağını almaq üçün biz istifadə eləyəcəyik nədən? Elifdən. Baxın, mən buradakı demək, ifin birini yer tapamıram, qələmim fırlanır. İfin birini eləyirəm elif. İfin birini deyəndə hansı birini? Yəni bu aşağıdakını eləyirəm elif. İndi onu niyə elif elədim? Bu haqda danışacağıq və çalışdırıram. Buraya yenə 95 dəyərini girib enter deyirəm. Və çıxan nəticəyə fikir verin uşaqlar. Əla. Daha bura
yaxşı nəticəsi çıxmadı. İndi məntiqi olaraq bunu kim mənə izah eləyər? Niyə çıxmadı? İkisi if olduğu üçün ikisində yoxlaydı. Amma biri if, o birisi elif olduğu üçün if doğrudursa da elifi bir də yoxlamır da. Nice. Yaxşı. Elifi yoxlamır. Tamam. İndi bu yoxlamamağı mən sizə biraz açacağım burada. Baxın. Niyə yoxlamır? Bax, niyə? Bax, burada ifdir. Burada elifdir. Bu elif o Polatın elifi deyil, ha. Söhbət bundan get. Yaxşı. Söhbət burada nədən gedir? Baxın. Bu elif. Uşaqlar, else if demək. İndi mən if dedim. Daha sonra burada else var. Bu else'yə mən nə zaman düşürdüm? O zaman düşürdüm ki, bu if doğru olmasın. Ondan sonra mən else'yə düşüb, bu else'nin nə deyirsə onu yerinə yetirim. İndi bu if doğrudursa, bu else'yə düşərmi? Düşməz. Yəni o mənada da if doğrudursa elifə düşmədi. Bəs mən burada baxın, if də yazdım, elif də yazdım. If olanda belə idi. Bu iflər eyni hizadaydı deyə. Bu doğru olandan sonra bir də gəldi bunu yoxlayırdı. Amma burada else'nin içərisində olan şərti o zaman yoxlayacaq ki, bu if doğru olmasın, ondan sonra düşsün buna. Başa sala bildinmi? İzah eləyə bildinmi? Tamam, başa düşdüm. Bəli. Bax, yadımda saxlayıram bir dəfə ki, if doğrudursa heç vaxt elifə düşməz. Bəzən 11-ci siniflər, yəni o biraz stres, biraz belə deyək də, dərsin ağırlığı falan bir müddət sonra yaddan çıxardılar. Gəlir deyir ki, müəllim, sən deyirsən burada if. Burada da if var da. Burada var qardaş, mən bunu qəbul elədim. Amma bunun qabağında else var, onu görməliyəm. Elifi, yəni elif kimin səsləndirsəz də, fikrinizdə həmişə else if kimin yadda saxlayın. Belə yadda saxlasaz daha dəqiq başa düşəcəksiniz və yadınızdan çıxan anda, else-ni xatırlayanda siz tez deyəcəksiniz ki, if doğru olanda mən onun əks haldasına getmirəm. Proqramçılar necə deyir? Deyir ki, if yazsaq, neçə dənə if varsa, hər bir sətri ayrı-ayrılıqda siz bilirsiniz ki, Python interpretatordur da. Pretator. Yəni interpretator nə deməkdir? Sətirləri tək-tək yoxlayır. Tək-tək. Hər sətri tək-tək yoxlayır. Bir də indi proqramlaşdırma keçəndə deyəcəyik, bir də kompilyator var. O da bütöv şəkildə yoxlayır. Belə olanda hər ifi yoxlayır. İndi 3 dənə ifdə, 4 dənə ifdə bəlkə fərq eləmir. Amma kompüterçilər üçün və yaxud ümumi deyək, proqramçılar üçün o zamanın, saniyənin mində birinin də önəmi var. Daha cəld işləmək baxımından. Yəni, hər kod hissəsində, tutaq ki, uzun bir kod yazıb, hər kod hissəsində saniyənin hansısa bir hissəsini tutsa, bu ümumilikdə gəlib ümumi kodun daha sürətli işləməsi deməkdir. O baxımdan da çalışırlar ki, yazanda kodları elə yazsınlar ki, birini yoxlayıb düz elan eləyəndə də digərinə keçməsin. Bu həm nəticə baxımından önəmlidir, doğru nəticənin çıxması baxımından. Həm də, bayaq dediyim kimi, zaman baxımından önəmlidir. Yaxşı. İndi bir başqa misalda da istəsəz bunu göstərə bilərik. Yəni, çox misal yaza bilərəm bura mən əslində. Məsəl üçün, birinci ədəd, ikinci ədəd daxil eləyərik.
Deyirəm ki, əgər A böyükdürsə B-dən, çap elə birinci ədəd böyükdür. A kiçikdirsə B-dən, çap elə ikinci ədəd böyükdür. Əks halda ədədlər bərabərdir kimin? Bir nəticə yazsın. Təqribən elə bunun kimi bir şey olacaq balı yoxlama baxımından. Bizim məqsədimiz sadəcə elifin başa düşülməsidir. Sizə kiçik bir məsələ deyəcəm. Onun üstündən gedək, görüm kim nə deyir, sonra davam edək. Deyək ki, baxın bu balın üzərindən bir şey deyim. Deyirəm ki, belə bir şey deyirəm. Deyirəm ki, bal, yəni şagirdin topladığı bal böyükdürsə, bərabərdirsə 90, mənə çap eləsin ki, qiyməti 5-dir. Bərabərdirsə 70, mənə çap eləsin qiyməti 4-dür. Böyükdürsə, bərabərdirsə 50, mənə çap eləsin qiyməti 3-dür. Əks halda mənə çap eləsin ki, qiyməti 2-dir. Bunu yazmağa mənə köməklik eləyin. Onu yazaq. Yəni birinci bala integer tipində qiymət yazacağıq. Aynen, yəni deyəcəm ki, bal bərabərdir. Integer, input deyəcəm. Aha. Məsələn, bura biraz da belə, Sonra birinci verək. bəli, bura biraz da belə proqramı oxşasın deyə balınızı daxil edin deyirəm mən. Sizin əvəzinizdən. Aha. İlk olaraq if-i daxil edəcəyik. If-i daxil edəcək. If bal nə deyim? Bal Böyükdür, böyük bərabər bərabər 90. 90-sa nə çap eləsin mənə? Print 5. print mötərizə dırnaq içində 5. Aha, print. Mən sözünü də lap yazım. Bağışlayın. Deyəsən caps lock-a dəydim. Qiymət. Lap belə yaz. 5. Aha. Sonra nə yazdım? İpi yazdım. Elif. Elif. Aha, Elif. Bal böyük bərabər 70. Bal. Böyükdür, Böyük bərabər. bərabərdir 70. Aha. 2 nöqtə. Print Yəni, Tamam 4 olacaq orada. sonra bu Elif yazdım. Tamam, yenə elif. Ay sola, yenə Elif. Elif. Bal. Böyük bərabər 50. bərabərdir 50. Aha. Çap eləsin mənə nəyi? 3. İndi də else olacaq. İndi də elis, bəli. S. Nənəsin? Print 2. Qiymət 2. Yaxşı. Bu şəkildə yazdım. Düzdür, doğrudur. Aşağı xardasa səhvimiz yoxdur. Balınızı daxil edin. Məsələn, mən buraya yazdım. Yazdım bura. Mesela bir yazalım 20. Qiymət nə yazdı? 2. Düzdür mü?
Bir də yazıram bura 98. Qiymət 5. İndi mən bu elifin yerinə bunları bir if eləyəcəm ki, siz görəsiniz. Aha, buraları if elədim. Tərdən çalışdırıb bir də 98 yazırım. Qardaş, bilmir hansı qiyməti versin. 5, 4, 3. Niyə? Yenə gəlim ora. Buradakı iflər eyni dərəcəli, eyni səviyyədə olan, eyni hizada yerləşən iflərdir. Məcburdur hər birinin ayrı-ayrılıqda yoxlasın. Yoxlayır. 98 qiyməti də hər üçünə uyğundur. Ona görə də hər üç qiyməti mənə ninir çap eləyir. Burada diqqətli olmaq lazımdır ki, yəni məsələ həllərində də bu önəmlidir. Bəzən verir, elif şəklində də verir, if şəklində də verir. Sənə deyir ki, hansı qiymət demək neyəcək? Çap olacaq. Hansı qiymət çap olacaq? Ona görə də bax bu elifdə biraz diqqətli olmaq məsləhətdir, vacibdir. Yaxşı. Bu belə. Elif dedik, if dedik. Ardınca dövr operatorunu deyək burada istəyirsiniz. Deyək. Yaxşı. Deyək. Demək, bizim üçün bilməliyik ki, iki cür, yəni sizin səviyyənizdə öyrənəcəyimiz, dövrləri planlaşdıracağımız dövrlərimiz bir for-dur, bir də nədir? While. Suallar belə qoyulur. Hansı sayğaclıdır? Sayğac burada. Hansı şərtlidir? Şərt burada. Yəni for dövrü bir sayğac əsasında dönür. While dövrü isə şərtin uyğunluğu əsasında dönür. Şərtin uyğunluğu. Yəni şərtin uyğunluğu deyəndə nə nəzərdə tuturam? Məsəl üçün deyirəm ki, A bərabərdir 5, while A böyükdürsə, daha doğrusu A böyükdürsə yox, 1 yazaq. A böyükdürsə 1-dən. Burada, bu aşağı hissədə burada müəyyən komandalar göstərik, müəyyən hesablamalar göstərik. Nə qədər ki, while nə qədər ki deməkdir. A 1-dən böyükdürsə, həmin komandaları dönərək bu şəkildə yerinə yetirir. For-da necədir? For-da bir sayğac var. Bu sayğac adətən belə ifadə olunur. For bir dənə dəyişən adı götürülür. Məsəl üçün, adətən i yazılır. I in range deyək ki, yazılır. Məsələn 1-dən 5-ə 2 nöqtə. Burada range var. Demək, range nədir? Range ilə biz bir ədədi ardıcıllıq yaradırıq. Göstərilən addımlardan ibarət. Yadda saxlayın ki, range-dən sonra möhtərizə içərisində göstərilən bu hissədə, bax bu hissədə var start, var end, bir də var step. Bax, o ardıcıllıq stepin əsasında yaranır. Yəni, addımların əsasında. Addım. İndi, əgər 1-dən 5-ə yazılıb, möhtərizə bu şəkildədir, addım göstərilməyibsə, addım göstərilməyəndə addım 1 olur.
Yəni 1-dən 5-ə əslində burada görünməyən bir dənə də 1 var. Sadəcə o yazılmır. Yəni addım 1 olduğu üçün yazılmır. Amma addım 1-dən fərqlidirsə, burada həmişə qeyd olunur. Həmişə burada göstərilir. İndi mən belə dedim 1-dən 5-ə. 1-dən 5-ə bu i-nin ala biləcəyi qiymətlər burada hansılardır? 1-dir, 2-dir, 3-dür, 4-dür. Heç vaxt sonuncunu nə eləmirik? Götürmürük. Yerdə qalanların isə istifadə eləyəcəyik. For üçün bir də yazıram buradan. For üçün for i in range yazdıq bura tutaq ki 1-dən məsəl üçün 8-ə addım 2 onda demək dönən ardıcıllıq belə olacaq 1 3 5 7 8-i sonuncu olduğu üçün götürmürdü. Həmçinin ardıcıllığa da uyğun deyil. Niyə 1 3 5? Hər biri arasında nə var? Burada qədər aydın mı? Bəli. Yaxşı. Bəli. Range üçün başqa xüsusiyyətlər nədir? Məsələn, mən burada yazdım ki, fərz eləyək, sadəcə 5. Bu nədir? 0-dan 5-ə deməkdir. 0-dan 5-ə. Mən deyək ki, belə yazdım. Deyək ki, belə yazdım. Məsələn, range yoxdur burada. Range yoxdur. Yəni bu şəkildə verilib. For i in bu şəkildə. Burada range yoxdursa yazılıb 1 5. Bu nə deməkdir? Burada 2 dənə qiymət var. 1, bir də 5. Yəni i bir dəyərini alacaq, bir də 5 dəyərini alacaq. Niyə? Çünki burada aralıq göstərilməyib. Aralıq göstərilmirsə, mötərizənin içərisindəki dəyərləri tək-tək götürəcəm neçə dənə varsa. Məsələn, 1, 5, 2 yazıldı. Yəni, i bir dəfə 1 alacaq, bir dəfə 5 alacaq, bir dəfə 2 alacaq. Başqa hansı şəkildə ola bilər? Baxın, yuxarıda mənə verir belə. A bərabərdir. A bərabərdir. 1, 2, 3, 5, 7. Gəl aşağıda deyir ki, for i in A. For i in A. Bu nə deməkdir? A-nın dəyərləri, daha doğrusu i-nin dəyərləri hardadır? A-dadır və yaxud da i-nin qiymətləri A-dadır. A da burada fikir veririk ki, nədir? Stringer veriləndi. STR və yaxud da stringer veriləndi. Onda demək, i-nin qiymətləri necə olacaq? Bir dəfə 1 olacaq, 2 olacaq, 3 olacaq, 5 olacaq, 7 olacaq. Amma necə stringer? Bax, bunu unutmayarsınız. Stringer olacaq. Dövr yazılı uşaqlar. For i, məsəl üçün in range deyilir fərz eləyək 0-dan 10-a. Gəlir burada 0-dan 10-a yazmayaq. 10 biraz böyük olar. Tutaq ki 0-dan deyək 5-ə. Gəlir burada deyir ki x bərabərdir. Tutaq ki yuxarıda da verirdi mənə x bərabərdir 1. Yazır burada x bərabərdir. X plus belə olan halda uşaqlar nəyə diqqət etmək lazımdır? Baxın, biz dedik ki,
For i in range deyəndə 0-dan 5-ə bu i-nin dəyərləri 0-dan 5-ə qədər 0, 1, 2, 3, 4 qiymətlərini alır. Amma mən for-nun daxilində olan bu hesablamaya baxanda görürəm ki, burada i iştirak etmir. i burada yox. i burada yoxdursa, uşaqlar, i-nin burada olmaması nə deməkdir? i burada yoxdursa, onda i sadəcə burada iştirak edir addım və yaxud da sayğac kimi. Yəni qiymət kimi iştirak eləmir. Yəni bu nə deməkdir? X plus 5 əməlini 1, 2, 3, 4, 5 dəfə təkrarlayacaq. Ona görə də x burada nə alacaq? Neçə olacaq x burada? Hmm, 25 olacaq da. Yox, 26. 0 olsaydı, onda 25 olardı. Buranı kim başa düşməli? Tam yəni nə oldu? Aydın oldu. Yaxşı. İndi bir də bunu uşaqlar belə yazırıq. Baxın. Bəli? Amma for i-in A yazmışız. 1, 2, 3, 5, 7. Bəli. Bunların hər birinin STR tipinə götürəcək, onu bir də istifadə edəcək. Ola bilər ki, daxildə baxın. Burada ona aid bir misal yazım, sonra keçim bunun tərsini deməyə. Yəni bura aid bir şeylər deyəcəm. Baxın. Deyək ki, for yazmayayım hələ. Yuxarıda bir şeylər qeyd edeyim. Məsələn, burada deyirəm ki, x bərabərdir. X bərabərdir. Bir dənə belə stringer götürürəm. Aşağıda deyirəm ki, bir dənə də nə götürmüşdük? Yuxarıda A götürmüşdük. Bu A-yı nəzərdə saxlayın. Yəni A var. Ya da buradan yazım A bərabərdir. 1, 2, 3, 5, 7 deyə yazmışdıq. X-də bir dənə stringer tipi götürdüm. Gəlin deyirəm ki, for i in A bu 2 nöqtədir. Sonra deyirəm ki, x bərabərdir i plus x. Yəni bu necə işləyəcək? X bir dənə stringer veriləndə boşdur, içərisi boşdur burada. Bu i dəyərlərini götürəcək. Mən də dedim ki, i dəyərləri belə stringerlər. Bir dəfə 1-i gələcək üstünə. Bir dəfə nə gələcək? 2-ni gələcək. Bir dəfə 3-ü gələcək. Bir dəfə 5-i gələcək. Bir dəfə 7-ni. Yəni bunu tərsdən yazacaq. Bu ifadəni, bax buradakı ifadəni belə ifadə eləmiş olsaydım, x bərabərdir x plus i, onda sizcə necə yazardı? 1, 2, 3, 5, 1, 7. 2, 4, 5, 3, 5, 7 deyə yazardı. Aydındır mı? Yəni bu şəkildə yazdı. Amma tərsdən yazdı. Bu şəkildə yazma düzünə yazacaq. Belə də istifadə edə bilərəm. Və yaxud da başdan bir də bunu yazaq. Yenə deyirəm x bərabərdir. Məsəl üçün 0. Gəlirəm burada aşağıda deyirəm ki, for. Burada da bir dənə a bərabərdir. Dırnaq içində 1, 2, 3, 5, 7 var yenə. Gəlirəm deyirəm ki, for i in a. Sonra deyirəm ki, x bərabərdir x plus integer i. Nəyi hesablayacaq? Tipindən integer tipinə keçiriləcək. Bəli, yəni buradakı rəqəmləri toplayacaq belə.
Hamısını toplayacaq. Çünki x sıfırdır. Değil mi? Sıfırın üzerine 1'i gələcək, eləyəcək 1, sonra 2-ni gələcək, eləyəcək 3, sonra 3-ün üstünə 3-ü gələcək, sonra bu şəkildə hamısı burada toplayacaq. Aydın oldu mu Barış? Nətər istifadə edə bilərəm? Tamam. Yadında saxla ki, mən yəni addım olaraq belə bir sualı istifadə edə bilərəmmi? Məsələn, bayaq 1-dən 5-ə dedim. Belə bir şey dedim, baxın. Bayaq belə bir şey dedim. Dedim ki, for i in range 1-dən 5-ə, sonra dedim x bərabərdir x plus 5. Dedim ki, i burada iştirak eləmir hesabda. Hesabda iştirak eləmirsə, onda i-nin döndüyü qədər bu ifadə hesablanacaq. Yəni, i burada olacaq addım və yaxud da sayğac. İndi belə bir şey deyirəm. Deyirəm ki, bu a-nı a bərabərdir, dırnaq içində 1, 2, 3, 4, 5. Bunu mən belə sayğac kimi istifadə edə bilərəmmi? Baxın, burada yazıram. A, for i in a. I-nin qiymətləri adadır. Elman olmaz. Gəl buna baxaq, baxın. Kimsə dedi olmaz. Yox, yoxlayaq, baxaq bir. Baxın. Burada deyirəm ki, x bərabərdir sıfıra. Aşağı düşürəm. Deyirəm a bərabərdir. Dırnaq içində 1, 2, 3, 5, 7. Sonra deyirəm ki, for i in a. Düşürəm aşağı, deyirəm x bərabərdir x plus 5. Yazdığım bu şəkildə idi. Çalışdırıram. Çünki verməmişəm. Çünki deyirəm. Çalışdırıram. Cavabına baxın. Demək ki, neymiş? Götürülmüş. Nə kimi? Sayğac kimi. Öğrü kimi götürülmüş. İstər Tamam. siyahı olsun, istər stringer verilən olsun. Bunların hər ikisini sayğac kimi götürə bilir. Yəni, yenə deyirəm, i burada iştirak eləmir. Görürsünüz, bu ifadədə i yoxdur. Onda demək, i nədir? Sayğacdır. i-nin aldığı qiymətlər sayı qədər bu x ifadəsi, x bərabər x plus 5 ifadəsi hesablanacaq. Burada qiymətlər sayı 1, 2, 3, 4, 5 dənədir. Ona görə də mənim buradakı cavabım 25-dir. Aydın oldu mu? İndi buna Tamam. misal olaraq burada bir printin də istəyirəm işindeyim sonra. Baxın, mən bu printi harda verməyim çox önəmlidir. Baxın, printi sonda vermişəm. Printi sonda verməyim nə deməkdir? Printi sonda verməyim o deməkdir ki, for buranı işlədəcək, bağışlayın. Bura işləyəcək tamamilə. Tam işlənib qutarandan sonra, yəni bura 25 alandan sonra print işə düşəcək. Amma mən bu fonu içəridə versəm, yəni burada, fonun içində versəm, onda x-in aldığı hər qiyməti çap eləyəcək. Yəni, bura bərabərdir bir dəfə 5-ə, bir dəfə 10-a, bir dəfə 15-ə, bir dəfə 20-yə, bir dəfə 25-ə. Bunların hamısını çap eləyəcək və necə çap eləyəcək? Yəni, alt-alta mı, yan-yana mı? Baxın buna. Gördük mü?
Yəni buradan nə nəticəyə gəlirəm? Fo sayğacının və yaxud da fo dövrünün içərisində print varsa, bu printlər xüsusi hal yoxdursa, bağışlayın, xüsusi hal yoxdursa, onda necə çap olacaq? Alt alta. Bax, burada gördüyüm kimi. İndi xüsusi hal nədir? Yəni, bu çapda xüsusi hal nədir? Xüsusi hal odur ki, mən bu x-dən sonra bura bir end yazım. End. Boş buraxıram ki, birləşdirməsin bunları. Bu şəkildə. Və çap verirəm. Çapım necədir artıq? Yan yanadır. Niyə yan yanadır? Biz bayaq end haqqında danışdıq. Dedik ki, end aşağıdakı print nəticəsini, yəni buradakı print nəticəsini çəkir bunun yanına. Bir aşağıdakını yenə çəkəcək bunun yanına. Bir aşağıdakını yenə çəkəcək. Niyə? Normalda bu end olmadan mənim çaplarım belə gedirdi. Elə bil. Bir dəfə mənə deyirdi, çap elə x-in birinci qiymətin. Print 5. Sonra deyirdi print 10. Sonra deyirdi print 15 və s. belə gedirdi. Ancaq elə ki, mən bura sonunda bir dənə end göstərdim. Burada elə bir print 5, sonra end var. Bu end nə edəcək? Bu aşağıdakı 10-u çəkəcək bura yuxarıya. Təbii ki, bunun da yanında var. Çünki ümumi printdə end varsa hamısında var. Ona görə bunu da çəkəcək bunun yanına. Bu altdakını da çəkəcək bunun yanına. Beləliklə hamısı bir cərgədə nə edəcək? Toplanacaq. Bura aydındırmı? Anladım. Dediklərimi bir yoxlayaq. Görək siz nə başa düşdünüz? Sadədən gedək. Məsələn, deyirəm ki, for i in range. Range varsa bu aralıq deməkdir. Diqqətli olun bu aralıqda. Sonra altında deyirəm ki, print salam. Nə çap eləyər? Ee, 5 dəfə salam çap eləyəcək. 5 dəfə salam çap eləyəcək. Altı. Düzdür. 5 dəfə salam çap eləyəcək. Necə çap eləyəcək dediniz? Altı. Alt-alta. Alt-alta çap eləyəcək. Baxın. Bu şəkildə çap eləyəcək. İndi buradakını dəyişirəm. Bura yazıram. 1-dən 5-ə. İndi neçə dənə çap eləyər? Neçə? 4 dənə. 4 dənə. 4-dən. 4 dənə çap eləyər. Doğrudur. Burada yazıram 1-dən 6-ya. Buranı dəyişirəm. Nə çap eləyər? Nə çap eləyər? Nə çap eləyər uşaqlar?
5 dənə i 6 6 alta 1, 5 tane 2, 3, 5 4. dənə i. Düzdür. 5. Bax, diqqətli olmaq lazımdır. Adi bir dənə deyək ki, dırnağın belə burada önəmi var. İndi bax, dırnaqsız desəm nə çap eləyər? İndi 1, 2, 3, 4, 5. 1, 2, 4, 5. Belə görürəm ki, başa düşür. Tamam, başlayır. Bu dəyişəni bəzən görürsünüz ki, dəyişə də bilər. Baxın. Məsələn, mən bayaq burada siyahı şəklində yazdım. Daha doğrusu string şəklində verdim, bağışlayın. İndi bunu biraz belə dəyişəcəm. Bunu yazmamışdan qabaq belə bir şey yazaq. A bərabərdir. Siyahı içində e, deyirəm, tutaq ki, Ümid. Sonra deyirəm, Tuncay. Tuncay yoxdur. Tuncay eşitirsənmi? Eşitirəm müəllim. Yaxşı. Səsin gəlmir dedim və getmişəm. Yaxşı. Yazdım bura Tuncay. Sonra yazdım Polad. Sonra yazdıq Barış. Barış. Aha. Kimin adı? Rahillə öz adımı yazmayacağım. Yaxşı. Belə yazdıq. İndi keçdi aşağıya. Deyirəm ki, po, i, in, adlar. Burada A yazmışam, elə A da saxlayayım, yox. A. Yazıram bura belə. Print. Salam. Salam. A. Baxın, bayaq biz demək istifadə elədik stringer verilənlərdən. Belə yazmışdıq. A bərabərdir 1, 2, 3, 4, 5 nəsə yazdıq belə. Burada vermişdik onu. İndi bu dəfə bunun yerinə biz belə bir şeydən istifadə elədik. Dedik ki, A bərabərdir dırnaq içində burada gördüklərinizi yazdıq. Və altına for, i, in, a deyəndə gələcək burada verdiyim bir dənə siyahıdır. Bu siyahının elementlərini götürəcək. Yəni bir dəfə ümidi götürəcək. Dırnaq içindədir bu təbii ki. Bir dəfə Tuncayı götürəcək. Başa düşürükmü? Yəni deyir ki, i-nin dəyərləri hardadır? A-dadır. A-da da A-nın elementləri var. Ümid, Tuncay. Onları i-yə qəbul etdirəcək. İndi bax, bunu çap eləyəndə təbii ki, burada bir şey səhv yazmışıq. O da nədir? Dırnaq, Poladdan sonra dırnaq. Burada A-nın yerinə i yazılacaq. Çünki mənə iləri çap eləməlidir ki, bu altlar düşsün. Bax, elə bil A-nın içərisində elementləri var. Elementlər nədir? Ümiddir, Tuncaydır, Polad, Barış. Deyirəm ki, i-nin qiyməti A-dadır. Yəni, i bir dəfə ümid alacaq, bir dəfə Tuncay, bir dəfə Polad, bir dəfə Barış demək, dəyərlərini qəbul edəcək. Salam i deyirəm. Yəni, salam bir dəfə ümid deyəcək, bir dəfə Tuncay deyəcək və s. Bu şəkildə gedəcək. Hə. Sonuncunu niyə demədim? Poladla Barışın arasında vergül olmayacaq. Ay, sağ ol. Burada vergülüm var. Atlamışıq. Yaxşı. Baxın, bu şəkildə bizə nədir? Düzdür bunları. Yəni, mən siyahıdan da yenə istifadə edə bilərəm. For-da yadınızda saxlayın. 2 dənə xüsusiyyət dedik əslində. Bunları ümumiləşdirim ki, sizin yadınızda qalsın. For-da bir stringer veriləni, bir də list veriləni, bu ikisini range olmadan istifadə eləyəcəyim. Range olmadan.
Yəni A bərabərdir. Bayaq yazdıq 1, 2, 3, 5, 7. Bir də A bərabərdir. Yazdıq bura bayaq Ümid, Tuncay və sair qalanı yazmıram da. Aydın oldu mu? Yəni bunlar gəldisə, dəyişənlərin dəyərləri bu şəkildə verilirsə, yəni stringer və list şəklində verilirsə, onda mən range-ə nə edirəm? Ehtiyac duymuram. Yaxşı. İndi bir dənə də misal yazıb sizdən soruşacağım. Bununla da bugünkü dərsimizi yekunlaşdıracağıq. Yazıram bura. For i in 1, 3, 7. Print i deyirəm. Nə çap eləyəcək? 1, 3, 5, 7. 1, 3, 7. 1, 3, 7. Düzdür Barış bəy. 1, 3, 7 deyə çap eləyəcək. Niyə belə çap elədi uşaqlar? Çünki mənim burada, baxın, range yazmamışım. Range yazmadığım üçün də bunların hər birinin i-nin dəyəri kimi qəbul elədi, tək-tək. Yəni i-nin qiyməti bir dəfə 1-dir, bir dəfə 3-dür, bir dəfə də nədir? 7-dir. Başa düşdükmü? Hə. Yaxşı. Tamam. Son olaraq belə bir şey eləyək. Bu for ilə if-i birləşdirən bir dənə məsələ deyəcəm. Deyirəm ki, baxın, belə bir şey eləyək. Yazıram, sonra təbii silinəcək. Birdən 100-ə qədər, birdən 100-ə qədər cüt ədədləri çap edən, cüt ədədləri çap edən proqram yaz, ya da kod yaz. Birdən 100-ə qədər. Birdən 100-ə qədər deyirəmsə, burada iki hal var. Mən əgər 100-ün götürülməyini istəyirəmsə, onda dövrümü belə yazacağım. Baxın. 1-dən 101-ə qədər. Sol. For i in range 1-dən 101-ə bu şəkildə yazacağım. Aha, indi burada if-i necə yazacağım? If i qalıq 2 bərabər 0. Qalıq bölməsi 2-yə eynidirsə 0-la, bax 2 bərabərlik eynidir demək. Tamam. Eynidirsə 0-la bu ifadənin adına deyirlər cütlük ifadəsi. Bax bu ifadə ki var, bax bura. Buna deyirlər cütlük ifadəsi. Yəni bu cüt olanları tapır həmişə. Əgər qalıqlı bölməsi 2-yə eynidirsə 0-la, onda neyləsin? Print i. Bəli. Print Print i deyəcəm. Print i. Aha. Baxın. Daha qəşəng görsənsin deyə bunun yanına bir dənə də end atıram. End nə üçün idi? Alt yan-yana yazmaq üçün. Yan-yana Bir yazmaq. cərgədə yazmaq üçün baxın. Gördün mü? Bir də son bir sual. Ondan da bitirək. Bu print burada olsaydı nə çap eləyəcəkdi? ən axırdakı 100. 100-ü çap eləyəcək. Ən son qiymət. Yəni for bitəcəkdi. For-nun son nəticəsini çap eləyəcəkdi. Print içəridə olanda for-nun hər bir nəticəsini tək-tək çap eləyir. Amma print sondadırsa sadəcə yəni görün nə verir bizə burada?
Şərtin altında heç nə verməmişik. Şərtin altında burada elə bir nəsə olmalıdır. Tutaq ki, belə yazım şərtin altında, baxın. Nə yazım bura? I bərabərdir. I plus nə yazaq? Belə saxlayayım. I bərabər deyə görə nə verir bizə? Baxın, nə verdi? Nəticəmi sağlıq. Sonuncu qiyməti verir mənə, düzdürmü? Yəni burada biz print i verəndə burada heç nə verməyəndə niyə çap eləmir? Çünki mən burada bir şərt deyirəm axı. Deyirəm ki, əgər i-nin qalıqlı bölməsi 2-yə, n-isə 0-a neynə? Bura nəsə deməliyəm, nəsə bir şey eləməlidir. Onu eləmədiyi üçün burada mənə printin eləmədi, vermədi. Amma eləyəndən sonra, yəni bitəndən sonra sonuncu nəticəni burada mənə nədir? Göstərdi. Başa düşdünmü? Galiba. Sualı olan varmı? Bilmem. Yaxşı. Aynen. Bu qədər idi. İndi bunu çevirib YouTube'da paylaşıb sizə link olaraq göndərəcəyəm. Oradan da baxarsın inşallah. Kim əgər əlavə baxmaq istəsə. Gələn dərs görüşmək ümidi ilə özünüzə müğayət olun. Hələlik, gecəniz xeyir. Sağ olun, gecəniz xeyir. Tamam. Belə olsun. Sağ olun.